qarlı hava, şaxtalı hava elə fermerlərə də çətinlik yaradır. Onlar öz məhsullarını, öz dolanışıqlarını bu torpaqdan çıxartdığına görə bəzən onların məhsulları, təsərrüfatları şaxta vurmaya, don vurmaya məruz qalır. Elə bu mövzu ətrafında məlumatlar var, açıqlamalar var. Bunun üçün studiyamızda biz müzakirə açırıq. Qonağımız da Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva Məmişovadır. Ləman xanım, xoş gəlmişsiniz studiyamıza. Qarlı şaxtalı hava keçir, təsərrüfat sahibləri yəqin ki, sizə mütəmadi olaraq müraciət edirlər don vurma, şaxta vurma hallarına bağlı. Fond bu hallarda sığorta prosedurlarını necə sürətləndirir və fermerlərin vaxtında dəstək alması üçün ümumiyyətlə hansı şəraitlər yaradılır? Əminəm ki, bizə də fermerlər baxırlar, təsərrüfat sahibləri baxırlar. Buyurun, eşidirik sizi. İlk öncə çox sağ olun, təşəkkür edirik dəvətiniz üçün və hər kəsi salamlayıram mən də buradan öz növbəmdə. Razıyam, qeyri-sabit hava şəraiti istər-istəməz təbii kənd təsərrüfatından da kənarda qalmır və nəticədə yanvar, fevral ayları bizim fermerlərimizin ən çox zərər çəkdiyi hadisə şaxta vurma, don vurma halları olur ki, ümumiyyətlə şaxta vurma haqqında qısa məlumat vermək istəyirəm ki, yəni şaxta vurma təminatı dedikdə nə nəzərdə tutulur? Fond şaxta vurma təminatına necə təminat verilir, sığorta ödənişi edilir? Hava temperaturunun 0 dərəcədən aşağı düşməsi nəticəsində meyvə bağlarına portağal, naringi, limon, alça, albalı, armud, nektarin, şaftalı, yəni bu siyahını genişdir saymaq olar ki, həmin bitkilərə dəyən zərərlərə təminatların verilməsi nəzərdə tutulur. Buna görə də biz yanvar-fevral aylarında xüsusən də şaxta vurma təminatına, yəni ki, şaxta vurma riskinə ehtimalı böyük olduğuna görə fermerlərimizə buradan səslənirik ki, sığortalanmasını sürətləndirsinlər, yəni sığortaya müraciət eləsinlər ki, vaxtında sığortalandıqları təqdirdə onlar sığorta ödənişlərini alacaqlar. Hətta kiçik bir statistikanı açıqlamaq istəyirəm ki, buradan yəni fondun son 25-ci ildə edədiyi, yəni sığorta ödənişi şaxta vurma üzrə 780 mini keçib ki, əvvəlki illərdə bu rəqəm 23-cü ildə 5000 manat, 24-cü ildə isə 130 min manat olmuşdu ki, artıq 1 milyona yaxın fond sığorta ödənişi şaxta vurma riski üzrə fermerlərimizə. Sizcə səbəbi nə ilə əlaqələndirirsiniz? Təbii ki, bunun səbəbini həm iqlim dəyişikliklərinin fonunda... Bu proses davamlı ola biləcəkmi, yəni artımları? Təbii ki, ümid edirik ki, o istiqamətdə olacaq. Bunun səbəbi həm iqlim dəyişiklikləri fonunda, yəni havaların qeyri-sabit keçməsi, eləcə də mən bunun səbəbini xüsusilə vurğulamaq istəyirəm ki, fermerlərimizin aqrar sığortaya artan inamı fonunda, yəni bu hadisələr baş vermişdi. Biz 23-cü ildə şaxta vurma riskinə cəmi 5000 sığorta ödənişi eləmişdik. Bunun səbəbi odur ki, yəni şaxta vurma təbii ki, bilirik ki, meyvə bağları əziyyət çəkir. Çünki meyvənin çiçəklənmə dövründə şaxta vurma hadisələrinin baş vermə halı çox olduğuna görə onların zərər yaşaması daha çox həmin dövrdə. Ona görə də o 5000 sığorta ödənişi alan fermerin sayəsində biz deyə bilərik ki, bu artır. Onların inamı, onların elə özlərinin apardığı təbliğat, təşviqat nəticəsində ildən ilə bu dinamika artır və ümidliyik ki, getdikcə də artmaqda olacaqdır. Bunun səbəbi yenə dediyim kimi 23-cü ildə sığortaladığımız meyvə bağlarının sayı ilə 25-ci ildəki meyvə bağlarının sayı arasında, fermerlərin sayı arasında olan artımla bağlıdır. Bildiyim ki, siz bildirdiniz ki, artıq fermerlər inam var, demək ki, kifayət qədər məlumatlıdırlar. Şaxta vurma və digər risklər zamanı müraciət etmək üçün hansı addımlar atılmalıdır ki, ümumiyyətlə sığorta ödənişləri gecikməsin? Çünki belə hallar da var. Bəzən bizə də müraciət edirlər qaynar xəttimizə ki, mənim məhsulum bu qədər ziyan olub, sığortam da var, ancaq ödəniş gecikir. Nə etməlidirlər ki, gecikməsin? Bunun üçün ilk öncə buradan da fermerlərimizə səslənirik. Yəni, hadisə baş verən kimi 1651 qısa nömrəsinə zəng eləməklərini istəyirik. Başqa heç nə istəmirik. 1651 qısa nömrəsinə hadisə barədə dərhal məlumat versinlər. Bundan sonra artıq Aqrar Sığorta Fondu öz işinə başlayır. Yəni, əraziyə müstəqil ekspert göndərilir, zərərin qiymətləndirilməsi həyata keçirilir. Eləcə də biz aidiyyatı dövlət qurumlarına sorğular yazırıq ki, yəni təsdiq edici sənədlərlə də ki, həqiqətən orada şaxta hadisəsi baş verir və s. Sənədlərin toplanması həyata keçirdikdən sonra fermerlərimizə sığorta ödənişləri həyata keçirilir. Bəs ümumiyyətlə, sığorta haqqının tutaq ki, 50%-ni dövlət ödəyir. Bu dəstəyin fermerlərə sığorta elətdirməyi, yəni sizcə marağı artırmağa təsiri necədir? Ümumiyyətlə, bu amil gələcəkdə əlavə stimullar üçün nəzərdə tutulurmu?
Aha, təbii ki, istər-istəməz bu öz təsirini göstərir. Çünki bizdə könüllü formada sığortalanmada kifayət qədər illər üzrə yəni artım mövcuddur və bunun həm ümumiyyətlə sığorta haqlarında artımın olması, həm sığorta ödənişlərində artımın olması, yəni fermerin marağını artırır ki, yəni kiçik bir faktı bildirmək istəyirəm ki, cəmi yəni 5-6 ildir biz fəaliyyətə başlamışıq. 20-ci ildən fəaliyyətə başlayan bir qurum kimi artıq yəni bu rəqəmi açıqlamaq istəyirəm ki, 26-cı ilin yanvar ayında bildirmək istəyirəm ki, Aqrar Sığorta Fondu 22 milyondan çox sığorta ödənişi eləyirdi. Ötən il 25-ci ildə biz 9,2 milyon sığorta ödənişi eləmişik ki, bu rəqəmlər əvvəlki illərə münasibətdə yəni bizim üçün rekord göstərici hesab olunur. Çünki 24-cü ildə 6,4 milyon idi, 44% artım var. 23-ə münasibətdə hətta 2 dəfə artırmışıq. Təbii ki, burada həm fermerlərin inamının artmasıdır, həm fermerlərin artıq daha məlumatlı olması, hadisə barədə daha tez, daha vaxtında yəni məlumat vermələri, həm bizim özümüzün prosesləri sürətləndirməyimiz və s. ki, bunların hamısı öz növbəsində necə deyim, prosesin daha sürətli, daha effektiv olmasına gətirib çıxarmışdır və gələcəkdə də ümid edirik ki, bu yəni proses artan dinamika ilə inkişaf eləyəcəkdir. Biz sığorta haqlarının siz bayaq qeyd elədiniz 50% olması gələcəkdə hətta dövlət tərəfindən edilən dəstəyin daha da artması ilə bağlı yəni layihələr üzərində işlənilir. Müxtəlif tərkiblərlə, paketlərlə dövlət qurumlarına aidiyyatı qaydada çıxış edilməsi düşünülür ki, yəni 50 yox, daha çox faizi təminat verilsin. 41 bitki növü və heyvandarlıq məhsulları sığortalanır bildiyimiz qədərilə. Ümumiyyətlə, bu siyahının genişləndirilməsi, bu siyahıya yeni növlərin əlavə olunması planlaşdırılırmı və fermerlər üçün yeni risklər nəzərə alınıbmı burada? Təbii ki, indi sığortanın növü də getdikcə ildən ilə dəyişir də. Bəli. Burada risklər, yeni risklər nəzərə alınacaqmı? Bəli, elə bu barədə qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, vaxt varsa mən tarixçəyində açmaq istəyirdim ki, biz 20-ci ildə başlayanda 14 bitki ilə və çox məhdud bir təminatla başlamışdıq. Artıq bir il sonra, 21-ci ilin sonlarında yeni təkliflərlə çıxış elədik 14 bitkini 41 bitkiyə, hətta şaxta vurmadır, sel və s. kimi riskləri də 21-ci ilin sonu, 22-ci ildən başladıq təminat verməyə və indi də yenə məlumatların toplanması, özümüzün də təcrübəmizin genişlənməsi fonunda yeni təkliflərlə yeni hökumətə çıxış eləmişik. 9 növ yeni bitki əlavə eləməklə bağlı, hansı ki, bura bir sıra bostan bitkiləri, eləcə də feyxua, kivi kimi subtropik, yəni bitkilərin də təminata alınması ilə bağlı necə deyim, layihələr göndərilmişdir. Hal-hazırda aidiyyatı qurumlarla razılaşdırılma mərhələsindədir və quşçuluq, arıçılıq təsərrüfatlarında eləcə də sığortalanması ilə bağlı təkliflərimiz var. Onlara dəyən zərərlərin, bəli, onlara da həmçinin müəyyən risklərdən, xəstəlik və s. Hansı bitkilər ümumiyyətlə sığortalanmır, bəs bitki növləri? Sığortalanmır. Yəni siyahıda var ki, onlar sığortalanmayan bitki növləri, bəli. Demək olar ki, artıq 41 bitkidən 30-undan çoxunu fond tərəfindən sığortalanma həyata keçirilmişdir. Bəs hansı hallarda sığorta yəni halı baş tutmur? Sığortalanma ümumiyyətlə hansı halda? Bizim üçün ümumiyyətlə fermerin sığortalanması üçün yeganə bir amil lazımdır. Nə? Fermerin elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatının olması, yəni öz sahələrini bəyan eləməsidir. Bəyan olduğu təqdirdə Aqrar Sığorta Fondu da Aqrar Sığorta İnformasiya Sistemi vasitəsilə həmin bəyanları yəni inteqrasiya edir və sığorta müqavilələrinin bağlanması yəni təmin edilir. Fermerdən sığorta müqaviləsinin bağlanması üçün əlavə hər hansı bir sənəd prosedurun həyata keçirilməsi tələb olunmur. Sadəcə telefonu əllərinə alıb 1651-ə zəng eləsinlər. Biz onların hər zaman yanındayıq. Son olaraq bir məsələni də mən soruşun. Niyə indi soruşduğumu da indi davamında təbii ki, tamaşaçılarımızda yırtıcı heyvanların sığortası ilə bağlı. Bilirəm ki, arıçılar təbii ki, sığortalanmır. Ayıların burada pətəklərə hücumu olur. Bu sığorta növünə daxil deyil təbii ki, hələ ki. Yırtıcı heyvanlarla bağlı hansı bir sığorta ödənişləri varmı və bu sahədə hansı bir yenilik varmı? Ümumiyyətlə, Aqrar Sığorta Fondu tərəfindən vəhşi heyvanların hücumundan sığorta ödənişləri verilir. Hətta indiyə qədər vəhşi quşların hücumudur, yırtıcı vəhşi quşların hücumlarıdır, ceyranların və s. sahədə vəhşi donuzların hücumları olub ki, bu hallarda bir sıra sahələrə sığorta ödənişləri, qarğıdalı bitkisi və s. kimi bitkilərə biz sığorta ödənişləri həyata keçirmişik. Eləcə də arıçılıqla bağlı təsərrüfatlarda da biz yenə hazırladığımız layihədə vəhşi heyvanların hücumu məsələsinə, təminat məsələsini nəzərdə tutmuşuq. Çünki bizim arıçılarla görüşlərimiz olmuşdu. O zaman arıçıların özləri də bu fikri səsləndirmişdilər ki, yəni
bu risklərə, zərərlərə məruz qalma ehtimalları çox böyükdür, siz qeyd elədiyiniz kimi. Çox sağ olun Ləman xanım, təşəkkür edirik suallarımızı cavablandırdınız. Suallarımızı cavablandırdınız. Bəli, hörmətli təsərrüfat sahibləri, fermerlər, əgər sığorta ilə bağlı hansısa problemlər varsa, elə Sığorta Fonu 1651 nömrəsinə zəng eləyə bilərsiniz.